Mən təlimçi Əmrə Aslanova Cəmalə. Bugün sizlə 6-cı sinifin 11-ci mövzusu olan oduncaq və metal məmulatlarının bəzədilməsi mövzusu haqqında danışacağam. Baxın, hər hansı bir detal istənilən bir məmulatın ən sonuncu mərhələsi bəzəmə işidir. Hansı ki, bütün işlər icra edilir, ən son mərhələdə bəzəmə prosesi həyata keçirilir. Və oduncaq məmulatlarının nəmdir, çatdır, çürümədir, bunlardan qorumaqdan ötürü, həmçinin ona gözəl xarici görünüş verməkdən ötürü bəzəmədə rəngləmədən istifadə edilir. Və hazır oduncaq məmulatlarını boya ilə rəngləmək olar. Bunun üçün boyalar həlledicilə həll edilir. Həlledicilər iki cür olur. Təbii və süni. Təbiilər əlif, çətənə və kətan yağlarıdır. Sünnilər isə neft emalı məhsullarıdır. Və köhnə kitabda var idi ki, əlif, çətənə və kətan yağları 275 Selsi dərəcədə qızdırılaraq əldə edilir. Boyalar isə qatlaşdırılmış, artıq həll edilmiş və istifadəyə hazır şəklində olurlar. Qatlaşdırılmış boyaları işlətməmişdən öncə mütləq həlledici ilə qarışdırmaq lazımdır. Və oduncaq quruduqdan sonra əvvəlcə deşiklər, çatlar doldurulur, qurudulur, sumbata kağızı ilə cilalanır və əlif yağı çəkilir. Bu isə rənglənmiş səthin kəsiyidir. Boya bütöv suvaq, astar və yelli suvaqdan ibarətdir. Suvaq çəkilən səth rəngsəz malası ilə hamarlanır və quruduqdan sonra məmulatın səthini cilalayıcı sumbata kağızı ilə cilalayırlar, fırça ilə təmizləyirlər. Daha sonra rəngləmə prosesi həyata keçirilir. Boya fırça ilə oduncağın lifləri boyu nizamlı hərəkətlərlə məmulatın səthinə hopdurulur və məmulatların səthi süngərli val ilə daha tez və dəqiq rənglənilir. Rəngləmə zamanı əvvəlcə fırça və süngərli val həlleyicidə saxlanılır, yumşaldılır, daha sonra işlədilir. Rəngləmədən sonra fırça və süngərli valı həlleyicidə yuyub təmizləmək lazımdır. Sərt poladdan olan detalların bəzədilməsində məmulatın səthinin məxməri və yeyə və xırda zərrəcikli cilalayıcı sumbata kağızı ilə son emalı, dekorativ və paslanmaya, korroziyaya qarşı örtmələrin yaxılması daxildir. Yəni, sərt poladdan olan detalların bəzədilmə üsulları bunlardır. Metal məmulatları boya, emal, lak və nazik metal qatı ilə örtülür. Metal məmulatların səthinin qoruyucu oksidli təbəqə ilə oksidləşmə təbəqəsi ilə örtülməsi geniş tətbiq edilir. Bunun üçün məmulat sobada qızdırılır, xüsusi qarışıqda soyudulur. Burada məmulatın səthi qara və ya tünd göy rəngdə olur və bəzədilmənin bu üsulu qaraltma, parlaq qara rəng vermək adlanır. Müəssisələrdə metal məmulatların paslanmadan mühafizəyə görə bəzədilməsini müxtəlif peşələr üzrə fəhlələr icra edir. Hansı ki, qala ilə örtməni qalayçı, xrom, nikel, başqa metallarla örtməni metallı rolklar yerinə yetirirlər. Fəhlələr metalların və ərintilərin xassələrini, məmulatları bəzəmək üçün qurğuların quruluşunu yaxşı şəkildə bilməlidirlər. Və təhlükəsiz icra qaydalarımız var ki, hansı ki, məmulatları yalnız taxta atlıq üzərində boyamalı, həlleyiciləri və boyaların əl və üz dərisini düşməsindən qorumalıyıq. Məmulatları qızdırıcı cihazların yanında rəngləməməli, boyanı bu cihazların yanında saxlamayın. Oduncaq və metal məmulatların rənglənməsi üzrə işlər havası tez-tez dəyişdirilən otaqlarda icra edilməli. Məmulat rəngləndikdən sonra əlləri sabunla yumaq lazımdır və istifadəsinə icazə verilən boyalardan istifadə edilməlidir. Çox asan, çox sadə mövzularımızdan biridir. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə. Bəyənib, abunə olub şərh bildirməyi unutmayın.